Kaspi Liseyinin 108 şagirdi Olimpiyadada uğur qazanıb. Kaspi Liseyinin şagirdləri bu ildə Respublika Fən Olimpiada və müsabiqələrində yüksək nəticələr əldə ediblər. Lisey şagirdlərinin 28%-i Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Respublika Fən Olimpiadaları və müsabiqələrində iştirak edib və onlardan 108 nəfəri yüksək nəticə göstərərək növbəti mərhələyə keçib. Bu il keçirilmiş Respublika Fən Olimpiadasının biologiya fənni üzrə final turunda iştirak qazanmışam və bunun üçün də çox fərəhsiz keçirirəm. İnşallah final turunda iştirak edərək medal qazanıb həm valideynlərimi, həm də müəllimlərimi sevindirmiş olacağam. Məktəbimizdə istedadlı şagirdlərin aşkar olunması və inkişafı əsas məqsədlərimizdən birisidir. Bununla əlaqədar olaraq dərsdən kənar, kiçik qruplar şəklində ödənişsiz formada olimpiada dərsləri təşkil olunur. Xatırladaq ki, Kaspi Liseyinə qəbul bütün siniflər üzrə 1 apreldən başlayır. 3 may 2025-ci il tarixdə isə liseydə təqaüd imtahanı təşkil ediləcək. Yüksək nəticə əldə edən şagirdlər liseydə ödənişsiz və güzəştli təhsil imkanlarından faydalana bilər. Ətraflı məlumatı liseyin rəsmi saytından və sosial media hesablarından əldə edə bilərsiniz.